İran prezidenti səfər öncəsi Azərbaycanla İran arasında quru yollarının açılması məsələsinə də toxunub. Bunun vacibliyini bildirmişdi. Ehtimal olunur ki, səfər zamanı prezidentlər arasında bu məsələ müzakirə olunub. Bu baxımdan yaxın zamanlarda İranla quru sərhəddi açıla bilərmi? Bu məsələ İranda olduqca aktualdır və bəzi rəsmilər bunu mümkün sayırlar. İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sədif Bədri bildirib ki, İran prezidenti Məsud Pezeşkiyanın Bakıya son səfəri zamanı İran tərəfi bəzi məsələlər, o cümlədən Azərbaycanda təhsil alan İranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhəddin açılması məsələsinə qaldırıb. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq. Bu səfər zamanı əldə olunan digər razılığa əsasən Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb. Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü Aydın Mirzəzadə də Baku posta açıqlamasında bunu istisna eləməyib. O bildirib ki, səfər zamanı quru sərhədlərin açılması barədə məlumat verilmədi. Amma görünən odur ki, artıq Azərbaycan və İran iki tərəfli münasibətlər fonunda mehriban qonşuluq prinsipləri irəli sürürlər. İki ölkəni yaxınlaşdırmaq üçün nə mümkündürsə ediləcək. Hər halda hakimiyyət bütün məsələləri götür-qoy eləyərək belə qərara gəlib. Şərait yetişən kimi yəqin ki, bu məsələ də həll ediləcək deyə deputat açıqlamasında bildirib.